İslam arxeologiyası deyəndə bəzi insanlar düzgün başa düşmür. Buna dini don giyindirməyə çalışırlar. Bu əsla belə deyil. Dünyada İslam arxeologiyası biz istəsək də, istəməsək də mövcuddur. Və dinlə bağlı həqiqətən də arxeoloji sahələr var. Kilsə arxeologiyası var, Bibliya arxeologiyası var, Xristiyan arxeologiyası var. Amma İslam arxeologiyası əsla bunlarla eyni şəkildə qəbul oluna bilməz. Diqqət yetirsək, Bibliya arxeologiyasının məqsədi, məramı ancaq Bibliya hadisələrini təsdiqləmək üçün arxeoloji dəlillər axtarmaq, üzə çıxarmaq, bununla da o dini hekayələri təsdiqləmək. Kilsə arxeologiyası əsasən xristianlığın əsas məbədlərini, kilsələri, onların tiplərini və sair məsələlərlə məşğul olur. Xristiyan arxeologiyasına gəldikdə isə bunlar daha çox erkən xristiyan dövründə xristiyan mənəviyyatı ilə bağlı problemlərdən. Yeri gəlmişkən deyim ki, Azərbaycanda da kilsə arxeologiyası mövcuddur. Əgər 50-ci illərə qədər, 60-cı illərə qədər bu sahə xristiyanların rəhbərlik etdiyi sahə idisə, Alban xristiyan abidələrini, yəni Azərbaycan ərazisində olan qədim xristiyan abidələrini ermənilər, ruslar, digər millətlərin nümayəndələri tədqiq edirdisə, Mingəçevir qazıntılarında vəziyyət dəyişdi. İlk dəfə Azərbaycanlı müsəlman arxeoloq Rəhim müəllim Alban xristiyan məbədlərini tədqiq etdi və Mingəçevir 3-8-ci əsrlərdə kitabında bir növ xristiyanlığı öyrənən arxeoloq kimi çıxış etdi. Daha sonra Rəşid Göyüşov, onun ardınca Mübariz Xəlilov, Natiq Alışov, Vilayət Kərimov, Aliyə Qərəhmədova. Bax, bütün bu şəxslər Azərbaycanda kilsə arxeologiyasının yaranmasında, inkişafında xüsusi rol oynadı. Bunun əhəmiyyəti nədədir? Çünki bugünkü günümüzdə də ermənilər hətta, mən deyim ki, 2-ci Qarabağ müharibəsindən sonra yazılan əsərlərində Qarabağın Alban xristiyan məbədlərinə iddialıdırlar və hesab edirlər ki, bu abidələr xristiyan ermənilərindir. Və təbii ki, onların həvadarları da bu fikirdədirlər. Bax, bu fikirləri darmadağın etməkdə həmin adları çəkilən Azərbaycanlı arxeoloqların xidmətləri böyükdür.